Salam, maraqlı bir testin izahını verəcəm. Demək, sual işarətinin yerinə yazılası söz hansı cümlədədir? Cümlələrin birindəki söz mübtəda olmalıdır, sifət olmalıdır, isim xüsusiyyətlərini daşımalıdır və düzəltmə olmalıdır. Baxaq, deyir, körpələrə qayğı lazımdır. 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 Nə lazımdır? Qayğı kimə? Körpələrə. Burada mübtəda var. Körpələrə tamamlıqdır. Ne belə sildi? Hə. Körpələrə tamamlıqdır. Bunu çıxırıq. B-yə baxaq. Yaralılar bizə nə deyir? Mübtəda deyir. Həm də düzəltmə deyil. Körpələr tamamlıq oldu və sadə oldu. Yaralılar hospitalda müalicə olundular. Müalicə olundular. Harada? Hospitalda kim yaralılar? Kim yaralılar demək mübtədadır. Yaralılar mübtəda oldu. Sifətdir, bəli sifətdir. Yaralı sifətdir. Lar qoşularaq nə edib? İsimləşib, isim xüsusiyyətini daşıyıb. Düzəltmədir, bəli, düzəltmədir. Yara sözün, yar sözün kökü yara, yaralı düzəltmədir. Və mübtədadır. Bəli, cavab B variantı olacaq. Digərlərinə baxaq. Sarışın qız bağçaya yaxınlaşdı. Yaxınlaşdı. Kim? Qız. Hansı qız? Sarışın qız. Qız mübtədadır. Görür ki, sifət deyil, isimdir, düzəltmə də deyil. Zeynində çıxır. Gözəl görünər, çirkin görünər. Kim görünər gözəl, kim görünər çirkin. Düzdür. Mübtədadır. Sifətdir, isimləşib. Amma düzəltmə deyil. Düzəltmə deyil. Yaşlıları gülər üzlə qarşıladık. Qarşıladıq. Kimi? Yaşlıları. Kimi? Yaşlıları. Mübtəda. Burada artıq yaşlıları tamam mübtəda deyil, tamamlıqdır. Tamamlıq olduğuna görə biz bunu götürməyəcəyik. Götürməyəcəyik. Çünki bizə tam mübtəda lazımdır. Məsələn, yaralılarla yaşlılar sözünü tərkibinə görə təhlil edək. Bir də yaşlılar. Yar, məsələn, tutaq ki, nəyisə yarırsan, orada yara əmələ gəlir. A artıq isim düzəltdi. Feildən isim düzəltdi. İsimdən l şəkilçisi sifət düzəldi. Lar da zəm şəkilçisidir. Yaş. Burada yaş nəm yaşdan söhbət getmir. İnsanın yaşından söhbət gedir. Yaş isimdir. L da qoşulur, sifət düzəldi. Bunlar da ki, isim düzəldən şəkilçisidir. İndi bizim çərçivəyə, yəni dairəyə uyğun söz hansı oldu? Yaralılar sözü oldu. B variantı. Həm mübtəda oldu, həm düzəltmə oldu, həm sifət oldu, həm də isim xüsusiyyətini daşıdı. D ilə Y-də çıxdıq.